Allah Təbarəkə və Teala mübarək Zuhruf surəsinin 36-cı ayəsində belə buyurur: Əuzu billah minəşşeytanirracim və mən ya'şən zikrir-rəhman nuqayyiz lehu şeytana fəhvə lehu qarin. Sadaqallahul aliyyul azim. Allah Təbarək və Teala bu ayədə buyurur ki, hər kəs Allah zikrindən üz döndərərsə, şeytanı onun sorağına göndərərik. Fəhvə lehu qarin və şeytan həmişə ondan olar. Daim ondan olar. Şeytanın bizlərə müsəllət olmasının səbəbkarı bizlər özümüzük. Əməllərimizin nəticəsində şeytan bizlərə qərin olur, bizlərə müsəllət olur. Çünki ayə buyurur, və mən ya'şu, hər kəs üz döndərə, ən zikrir-rəhman, rəhman olan Allahın zikrindən üz döndər, Allahı unuda. Nəticəsi nədir? Nuqayyiz lehu şeytana. Allahdan üz döndərməyin mənfi nəticəsi şeytanın insana müsəllət olması və həmişə insanla olmasıdır. Yəni əməllərimizlə şeytana bu şərait yaradırıq ki, gəlsin bizləri kontrol etsin. Bu qəlb, bu ürək ya Rəhman olan Allahın yeridir, ya şeytanın yeridir. Həm Allah, həm şeytan orada olmaz, cəmlənməz. Şeytan olan qəlbə Allahın rəhməti nazil olmaz. Və mən ya'şən zikrir-rəhman nuqayyiz lehu şeytana. Hər kəs Rəhman olan Allahı unudarsa, Allahın zikrindən üz döndərərsə, qəlbində şeytan olar. Bu qəlb Allaha məxsusdursa, şeytanın orada yeri yoxdur. Əgər şeytana məxsus eləyibsənsə, Allah orada yoxdur. Allah rəhmətindən üz döndərməyin cəzası şeytanla bir yerdə olmaqdır. Quran buyurur, və mən ya'şən zikrir-rəhman. Hər kəs Rəhman olan Allahın zikrindən üz döndərərsə, Allah unudarsa, bunun cəzası var, bəli. Cəzası budur ki, şeytan-ı məlun həmişə adamla olar. Quran ayələrinə nəzər salsaq, Quran namazı zikr adlandırırdı. Əqimis-salətə li-zikri. Bu Zuhruf surəsinin 36-cı ayəsində Allah buyurur ki, və mən ya'şən zikrir-rəhman. Hər kəs Rəhman olan Allahın zikrindən üz döndərərsə, cəzası budur ki, şeytan onunla bir olar. Quran ayələrinə nəzər salanda müşahidə edirik ki, Allah namazı zikr adlandırıbdır. Əqimis-salətə li-zikri. Namaz qıl, məni zikr etmək üçün, məni xatırlamaq üçün. Başqa ayədə Allah buyurur ki, nəhnu nəzzəlnəz-zikrə. Quranı zikr adlandırıbdır. Biz zikri nazil etdik. Hər kəs namazdan üz döndərərsə, hər kəs Qurandan üz döndərərsə, nəticədə şeytan ona müsəllət olar. Şeytan onu kontrol etməyə qalxar. Fəhvə lehu qarin. Namaz qılmayanlar, daim şeytan onlarlandır. Qurandan üz döndərənlər, Quranı arxa çevirənlər, şeytan onları daim idarə edir, onları kontrol edir. Yaxşı, mümkündür ki, şeytan insanın gəzdiyi dost ola. Çünki deyir ki, şeytanın özü gələ iblisdir ki, mən səninlə dostum, mən səninlə bir yerdə olacam. Allah Quran-ı Kərimdə buyurur ki, şeytan ondan həmişə bir yerdə olar. Mümkündür ki, həmin şeytandan məqsəd insanın pis dostu ola. Mümkündür ki, ticarətdə şəriki ola. Adam da bir adamla şərikdir, amma o adam onun üçün şeytandır.
Mümkündür ki, həyat yoldaşı ola. Mümkündür, övladı ola. Bu cürdür. Hərənin bir şeytanı var. Buna xatir Allah Teala bu ayədə şeytanı nəkirə gətiribdi. Ümumi şəkildə buyurur ki, şeytan müəyyənləşdirməyibdi. Hansı şeytan? Şeytanın da insana yaxınlaşmaq siyasəti var. Kur'an onu xutuvat adlandırıbdı. Xutuvə sakit, aram, səssiz, asta götürülən addımlara deyilir. Bir var insan rahat yeriyir, addımlayır. Buna xütvə deməzlər. Xütvə o addımlara deyərlər ki, insan istəyir məsələn, fərzən bir quşu tuta, ya məsələn gecənin qaranlığında istəyir elə bir addım ata ki, qarşı tərəf addımların hiss etməyə, astaca, sakitcə neyniyər, yaxınlaşar, addım atar. Deyir, şeytanın siyasəti bu cürdür. Yavaş-yavaş. Quran xütvə adlandırıbdır. Şeytan birdən-birə gəlmir. Ya Allah, gəlmişəm şeytanım, səni yoldan çıxardam. Bu cür eləmir. Yaxınlaşmaq metodu var, siyasəti var. Əvvəl vəsvəsə eləyir birinci mərhələdə. Quran buyurur, fəvəsvəsə ilək. Birinci vəsvəsə eləyir. İkinci mərhələdə toxunur. Məssəhum taifun. Quran buyurur. Toxunur. Vəsvəsə edəndən sonra alınırsa, ikinci mərhələdə artıq toxunur, yaxınlaşır. Üçüncü mərhələdə artıq insanın sinəsinə yol tapır. Fi sudurin nas. Qəlbində yer tapır. Dördüncü mərhələdə fəhuvə ləhu qərin. Bu ayə buyurur. Artıq həmişə ondan olur. Ruhuna opur. Necə ki, Həzrət Nəhcül Bəlağanın zahirən 7-ci xütbəsində buyurur ki, şeytan insanın ruhunda toxum qoyur. Bala qoyur. 5-ci mərhələdə şeytan insanı öz hizbinə, öz partiyasına gətirir. Rəsmi olaraq deyir ki, sən məndənsən, mənim partiyamdansan. Necə Quran buyurur, hizbuş şeytan. Quranda var Hizbullah, Allah partiyası, Allah hizbi, Allahın cəbhəsi. Bir var hizbuş şeytan. Şeytanın partiyası, şeytanın dəstəsi. 5-ci mərhələdə rəsmi olaraq deyir ki, sən məndənsən, şeytan fərzən hər partiyanın vəsiqəsi olur, bir vəsiqə də verir buna. Deyir ki, bəli, sənə vəsiqə də verirəm ki, sən mənim partiyamdansan. 6-cı mərhələdə artıq insanın rəhbəri olur. Bir çoxlarının rəhbəri şeytandır. Ki, Quran buyurur ki, və mən yəttəxizi şeytana vəliyyə. Bir çox insanlar var ki, onların rəhbəri, vəlisi şeytandır. Yəni, şeytan rəhbərçilik eləyir. Və 7-ci mərhələdə budur ki, artıq elə bir dərəcəyə insan mənfi mənada dırnaqarası şəkildə elə bir vəziyyətə düşür ki, insanın özü şeytan olur. Şeyatinil insi vəl cin Quran buyurur. İnsan elə bir mərhələyə yetişir ki, artıq özü şeytan olur. Burada bir məsələ var. Ayəyə qaydıram. Ayə nədən ibarətdir? Ayə bundan ibarətdir ki, və mən yəşən zikrir rəhman. Hər kəs rəhman olan Allahın zikrindən üz döndərərsə, yəni Allahdan üz döndərir, Allahı xatırlamır. Bir çox adamlar var ki, onun həyatında Allah yoxdur. Nə mənada Allah yoxdur? Allahı qətiyyən düşünmür, Allahı xatırlamır, satışında, alışında, hərəkətlərində, Allahla mənəvi bağlantısı yox, duası, ibadəti, heç bir məsələ yoxdur. Buna xatırdır, filanın həyatında Allah yoxdur. Ya deyirlər, məsələn, filanı ürfüdə Allahsız adamdır. Nə mənada? Yəni, həyatında ilahi qanunlar, Allahı xatırlamaq, bu məsələlər yoxdur. Nəticəsi də, acı nəticəsi bəyan olundu. Burada bir məsələ var. O bundan ibarətdir ki, Allah
insanları daim onu xatırlamağa dəvət eləyir, onu səsləməyə dəvət eləyir, ibadətə dəvət eləyir. Bunun mənası bu deməkdir ki, Allahın bizlərin ibadətinə ehtiyacı var. Biz Allahı xatırlamasıyıq, biz Allahı zikr etməsiyik, nə olur? Heç bir şey. Məgər Allahın bizim zikrimizə ehtiyacı var, yox. Allahın bizim ibadətimizə ehtiyacı var, yoxdur. Bütün bu mənfəətlər özümüzə qayıdır. Və mənfi nəticələr də, zərərlər də özümüzə qayıdır. Allahı zikr eləsək, həyatımızda Allahı daim xatırlasıq, bunun müsbət nəticələri həyatımızda özünü göstərəcək və xoşbəxt olacaq. Əgər Allahdan üz döndərsək, onun mənfi nəticələri həyatımızda özünü göstərəcək, bədbəxt olacaq. İbadəti də o cürdür, səcdəsi də o cürdür.